Hər bir salamlayıram dostlar. Bilirsiniz ki bizim kanalımızda yəni neçə vaxt bir həftə olar ki televiziya əfsanələri adlı video gəlmirdi. Bu gün televiziya əfsanələrinin 7-ci hissəsi ilə qarşılayırıq. Aynen. Bu gün televiziya əfsanələrinin 8-ci hissəsi ilə qarşınızdayım. Video sadəcə gülmək məqsədi ilə çəkildi. Medium kanalından belə videoları izləyə bilərsiniz. Boğazım üzr istəyirəm, qurudu, biraz da həzam var. Çay gətir, su gətirək. Çox sağ ol. İlgiz yeganə parazitdəki promo yəni sözü adamın üzünə deyildi. Çəkinməsi yoxdur. Yar məni bircə dəfə yad eləsin. Yəni mən bir bəstəkarla çalışmıram. Allahın əkbər. Mən indi deyirəm, o bəstəkar, o birisi bəstəkar, biz məndən sonra O ritmlər, o əvvəla qarın olmamalıdır. Yox, əksinə olmalıdır. Ərəb rəqslərdə mütləq qarın olmalıdır. Əksinə göbək olmalıdır. Onu boş yerə demirlər ki, göbək rəqsi. Xanımı Göbək deyil, göbək yəni mütləq şəkildə qarın olmalıdır. mən bir göbək rəqsidir. Bax, başa salın. Bundan yarar. Ərəb rəqsi. Bax, şəyalım. Rəqqas. O kişilər də oynayır, ərəblərdə, kişilər də oynayır. Sən əgər burava yapışırsa, niyə oynayacaqsan? Haram oynayacaq. Niyə bağışla? Onda məsələ əsas orada nədir? Göstərici. Düz deyir, neyvə oynatacaqsan. Yox, baba. Bax, hamısı baba. O qarın əzələləri. Əsas qarının yellənməsidir, onu demək istəyir. Bu demək istəyir ki, arıq adam yəni heç vaxt bu rəqsi eləyə bilməz. Bu bunu demək istəyir. Siz gəlin, o saçı buruq-buruq olan xanım. Siz ulduz olmaq istəyir Azərbaycan böyük səhnələrdə təqdim eləsin. Nuranə. Saçı çox buruqdur axı. Ulduzdur. Geyməyindən artıq ulduzdur. Hə, çox gözəl. Haça elətdim sən əməliyyatı? İlgizi baxışlarına. İlgiz yaman baxırdı ya. Orada. Sənlə yaşayan xoruz imkan verməyəcək. O xoruzu ya kəsin ya bir yerə salın, səsi çıxmasın da. Xoruz dal səsini çıxarır, kişi neynəsin? Bu qədər də yox da, bu dərəcədə də yox. Elə bir xoruz danışır telefonla. Zahra axırda elə bildim söyüş söyləyəcək. Kutuma kutu suparidana kutuma kutu. Ha, kutuma kutu trendi. Son zaman trendə çevrilən həmin o mahnı. Nəsə bu alındıra bilmir. O uşaq kimi oxuya bilmir, amma neysə. Baxaq. Kutuma kutu suparidana kutuma kutu. Günlərin bir günü qayıtdı ki, İlgiz bəy, bəs mən Xınayaqda şirkət açmışam. Bir dekorasiyam var. Ha, baxaq görün bir hansı nağıldır bu. Bəzənməsin, başqasına deyəsən. Hələ Novruz bayramına bir ay qalıb. Üstündən 3 gün keçir. Özü-özünə əsəbləşir. Ma, sən cavabını de. Mən bəzəyəcəm, yoxsa bəzəməyəcəm. Dedim, ay Fatma xanım, valla, bax orada yazdırmışam ki, zalımızı bəzəyəcək Fatma xanım. Bayram günü gəlib çatır, gəldim verilişə, gördüm zalın ortasında bir dənə haftafa qoyublar. Yanında da bir dənə balaca bıçqır ləyən oldu. Yanında bir dənə ləyən, bir də bu boyda, bax bu boyda kilim. Bax belə zalın ortasında qoyublar. Gördü bu bəzənir. Aftofa nə əlaqə? Heç bax, səsini eşidirəm, öz hayındadır. Dayanmışam ləyənin yanında. Deyirəm ki, bu bayram günü, bu zal. Qız da Nigar'da yanındadır, yazıq Nigar. Dedim, bu nədir? Bu zalın bəzənməsi zat. Deyirəm, ay Fatma xanım, zal bəzənməli deyə verilişin başlamandan 5 dəqiqə qalıb. Bəs hamı dekorasiyalar verir. Nə dekorasiya? Belə deyil, onu gətirmişəm da. Biri qaldım. İndi gör sözə baxar, gör mənə nə deyim. Filan kanalda, filan aparıcıya göndərdim. Aftofa ilə dekorasiya oldu. Bir anda gördüm ki, başımın dərsi qalxdı. Adamı tuturarsan sən. Bunun ləyəninə təpiyi nətər qoydumsa, başa üzr istəyirəm, bu boynumu alıram. Aftafaya deymiydin, aftafaya deymiydin. Aftofaya dəymək olmaz. Niyə gəl bunun başını? İnan bəzir. Adi bir xoruz banlayır. Çıxırdı xoruzlarla dava eləyirdi. Sizə bağışlayın məni, daha demirəm də mən efirdə. Sonra gəlib mənə çatdırır ki, o xoruz banlayır, məni yatmaya qoymur. Yəqin ki, xoruza dilini bilib də ona görə gedib dava eləyib onlarla. Sənə yaxşı ehtiyatlı ol.
xoruz tutanda bir bax gör harda vurursan. Gör nəyə vurursan. Qardaşı həkimə də bir göstərərdiniz. Çünki əsəbləri yerində Bəli, deyil. əsəbləri yerində Əsəbləri deyil. yerində deyil. Təkcə əsəbləri yerində deyil, yox. Ağlı da heç yerində deyil. Səhv deyirdin, səhv deyirsən. Səhv deyirsən. Amma xanımına ay xoruz, ay toyuq. O sizə xoruz demədi ki. Amma bir dəfə getdim, orada mənim başıma çox böyük oyun gətirdilər. Bir də gördüm ki, bilirsiniz, Elgizin çox acınacaqlı həyatı olub. Onun evi olmuyor. Çox pis vəziyyətdə yaşayıb. Böyle baxdım, dedim, də paracı danışır da. Dedim, hə, yaman gündə olmuşam, yaşamışam. Nə deyim daha? Bunu dava eləməyəcəm ki. Dedi ki, hal-hazırda biz Elgizin yaşadığı evin qarşısına müxbiri göndəriblər. Demək, Kubinkada söküntü olmuş bir evdir. Evin yarısı yoxdur, söküblər. Bax, and olsun Allah, evin demək bu tərəfə qalıb, bir damcı yeri qalıb. Oradan da kanalizasiya turbasını kimsə tartıb. Oradan da su tökülür. Kız da stertap dayanıp kanalizasyon suyu da oradan tökülür. Biz hal-hazırda evin üstü de yok diye söküblər. Biz göyündə acı həyatımı göstərirlər də mənim. Mən şok oldum. Görürüz, ağzım açıq qaldı. Xatın da mənim yanımda oturub. Xatın gördü ki, mənim rəngim ağappaq ağardı. Hansı kinodur, bu həqiqətən baxmaq istəyirəm. Rəngim ağardı, xatın yazıq bilmədi. Bismillah, bismillah. Oy da necə gülməlidir. Oturdum, başımı saldım aşağı. İndim dalına qulaq asım. Dalına qulaq asar. Ki, mənim halım çölüb. Bu da belə pis oldu, göyə düzəltib edin. Zamanında, o vaxt mən də belə yaşamışam, fikir eləmə. Təsəlli verir də. Təsəlli verir də axırda da. Mən neyini, nə deyim? Az yaşlı deyil o. Bəs nədə 15 yaşı var, bunun 6 yaşı var. Baxma mənim az yaşıma, gələnlər gəlib başıma. Baxın, digər xanım qaçır. Oy necə qoşdu həqiqətən. Herkes kaçıyor. Eləmirlər, düzgün deyil, düzgün deyil. Sertifikatınızı görə bilərik xanım. Siz kimsiniz? Siz kimsiniz? Ben Erbala diye kadın hanım, Karadeniz usta. Siz kimsiniz? Bir dəqiqə, sertifikatınızı görə bilərik sizdən. Çıxın mənə sonra çəkmişim. Bağırma lan milletin içinde! Oy. Onun qışqırığı idi elə. Aha, müğənniyə bax, Deməli, it tutursan. Düzdür. Mikrofonu yaxın tut. Düzdür. İt tutandan sonra həyatında dəyişiklik baş verir. Bəli, düzdür. Başlayırsan başqa dillərdə yazmağa, hətta danışmağa. Bəli. Düzdür. Düzdür. Adi elə belə mən də başqa dillərdə yaza bilirəm. Bunda yazılarda, yazdığım yazılarda danışıqlarım da. Baxaq görüm nə danışır. Bilərsən indi. Danışıqlarım. Danış gör. Taxaşsa xarakane, dastafara, Qardaşım, bu nə deyir hə? Belə mən də danışıram da. Akustakari, kari, mari, zori, pari. Nə var ya danışmaq, ey Allah. İt qalxmamış danışıram belə rahat. Magnetofon, mağazara, elektrik, elektrik. Tahane, axaşsa xara. O yazı yazan yerini göstərmədilər. Hayf. Yazılar yazırdı. Xəttlər deyə çəkir özü üçün. X, Y doldurub da yəni. Heç kim eləyə bilməz. Ancaq it qapan insan eləyə bilər. Can yapaq. Amma ağzına belə əsliyən, neçə yaşın var sənin? Kameraya düşməsəydin deməzdim bu haqda. Bir insan əsliyədə bir ağzını tutmaz, ay qorxmaz müəllim. Dünən də, bax bilirsiniz, bəzi hadisələr var ki, biz bunları mütləq efirdən deməliyik. İndi sən də Düz deyir, əslində ağzı tutmaq lazımdır. var, özünü tanınmış artıq müğənni olmusan. Əsliyəsə ağzını da açmışsan bu boyda, maşallah ağız 1 qram da çəkinmək yoxdur. Promoy. Ağız yiyir, bu boy deyil. Hər zaman çox gözəl ifadə edirlər. Düşdün sən ora. Sonra mənə deyəcəklər ki, sənin gözün kör idi. Niyə irad tutmursan? Bəs danışılıb mədəniyyətdən danışırsınız, ədəbdən danışırsınız. Elgiz sözünü dedi də. Səni çox sevirəm. Səni üçün ölüyorum. Sənsiz yaşayamam. Azərbaycan dilini qarışdırdı türk dilinə. Bu necə olur belə? Mənim yaxınımdır. Gördün, Kim? tanış olduq. Xoş gələn xanım. Yəni mənim örnək verən səsin səs rejissoru. Örnək verən bilərsən eşidə. bu xanım mənim həmişə uzaqda bir dəstəyi olub mənim üçün. Amma şimdi indi üz-üzə gəldik. Bir dəqiqə, oradan gəl, oradan. Ay Məhərrəm, çəkil qız gəlsin.
Dayda deyir ki, nə danışır bu görəsən? Deyirəm, Emir bəyi, hər kəsi salamlayıram. Ay Allah, gülə bax nə boydadır. Lütfen. Hayır, hayır. Bir dənə sənin gövdəsinə baxın. 1 metr, 2 metr var rahat. Bir dənə güldü də qardaş. Tərsinə deyəsən də. Verilişdə də bunu eləməz də. Verilişdə öpməyin yeri yox idi axı. Verilişdə də öpüşürlər. Nəysə dostlarım, videomuz bu qədər. Ümid edirəm video xoşunuza gəlmişdi. Kanalımıza abunə olun və belə videoların davamının gəlməsi üçün videomu bəyənməyi unutmayın. Sağ olun, sevilirsiniz.